Əziz dostlar, əziz məclis iştirakçıları, bir daha sizləri bu gözəl diyarda, Qarabağımızın, Azərbaycanımızın Ağcabədi rayonunun Sarcalı kəndində gözəl bir ailənin, Manaf atanın isti ocağında xoş gördük. Bəli, 4-5-ci ay 2025-ci il tarix. Mən deyərdim ki, bu gözəl bəy və gəlinimizin həyatında ən önemli günlerden biridir ki, bizim güzel operatorumuz Ferhat kardeşimiz bu günü öz dəsti xətti ilə qızıl hərflərlə tarixi yaddaşa salır. Bir daha mübarəkdir deyirik və sizlərə gələn qədəmləriniz var olsun deyirik. Allah hər bir zaman, hər gün bax sizləri belə toylu bıçaqlı günlerde eylesin. Güzel beyimize, onun hanımına xoşbəxtçilik arz edirik. Arz edirik ki, onlar bu güzel cütlük vətənimiz Azərbaycanımıza nümunəvi ailələrdən olsunlar. Və bu güzel məclisimizdə özünə məxsus gözəl musiqi heyəti sizləri öz gözəl muğamları ilə, təsrifləri ilə, rəqsləri ilə salamlayacaq və bu gözəl musiqi heyətinin ağsaqqalı bizim dostumuz, qardaşımız Qalib müəllimin rəhbərliyi ilə gözəl bir musiqi heyəti sizləri salamlayacaq. Gözəl müğənnimiz Günhan qardaşımız, gitarada İslam Qaliboğlu və bu musiqiçilərimizin ağsaqqalı Zahid müəllimi də necə deyirlər, xoş gəlmişsiniz deyirik. Ədalət qardaşımız sintesatorda, gözəl nağara ifaçısı Kemaləddin qardaşımız da bu sevincə qatılır və mən Namiq bu gözəl məclisimizin aparıcısı kimi deyirəm, toy adətimiz bir danədir, şanı mübarək. Hər bir getdiyi qədəmi ünvanı mübarək. Xoşdur belə məclisdə ürək sözlərini demək, bol süfrəmizin bərəkəti tamı mübarək. Gözəl bəyimiz, gör kimlər buyurub, nə gözəl gündür bugün. Xoş gəlmişsiniz məclisin mehmanı mübarək. Bax belə sazəndələrə, xanəndələrə söz verelim, qoy feyz eyləsin. Qoy musiqi etsin dəxi bugünkü günü mübarək. Əziz dostlar, bir daha sizlərə can sağlığı, bol-bol iştah arzu verirəm. Və mən istərdim bir gürültülü alqışlarla bəy və gəlimizi alqışlayaq. Əl çalan əlləriniz var olsun. 99-675 nömrə nişanlı maşının sahibi Yeşqa. Yol versin, çıxmaq istəyən var. Bir daha mübarəkdir deyirik toy sahiblərinə, valideynlərə, qohumlara gözünüz aydın olsun və sözü veririk. Buyursun. Çox sağ olun, elə. Sizlərə bizə qoşuluruz. Mənaf əminin gözləri aydın olsun. Allah damasını xoşbəxt eləsin. Dəftəvər ailələrdən olsun insanlar. Oğlum Xəyyama bəncəliyi, aradır Xəyyamla dağılır. Evlərdən çoxlasın. Deyir, 60 illik keçirdəcəm deyir. Çox mübarək. Arılarını yarıyorum oxumuşu. Belə şey rast gəlməm. Çok mübarək. Nə tərəfə, nə var, nə var? Allah xoşbəxt edin. Doğulu bir olsun. Mübarək. Mübarək. Ne oldu? O tarafa.
Manaf bir daha gözün aydın. Ne pişirirsen, ne gemlisən? Ata başa tac imiş, her dərdə əlac imiş. Evladın bu xoş günündə hamıdan çox sevinən Manaf ataymış. Bir alqışlayaq atanı. Əl çalan əllər var olsun. Ata belə yerdə neynəməlidir mehmanlarım? Hə, verməyib hələ. Deyir ki, gedirim evdə xırdan adam gələm. Ya deme. Deme. Mənə ürəklə. Allah canı sağ olasın. Hə, bilirəm. Bu zarafat değil mi anam? Bilirəm ki, sən də zarafatçısın. Hə, güzel bir mahnı gəlsin. Bana pəvəzdə bunu mən qoyuram sana. Qanacaqlı adamdır. Elə onun cebi dolacaqsa birindən mən qoyacağım. Valla bizim gözümüz ancak torpaq. Düzdür. Hə, buyurun. Allah mübarək eləsin, gözəl bir mahnı gəlsin. Eşidək yeni bir musiqini. Eşidək. Şimdi.